Həkimlər artıq xəttini düzəltsin. Bu qərarı Hindistan hakimi verib. Məsələ burasındadır ki, əczaçı həkimin yazdığı dərmanı səhv oxuyub deyə övladına yanlış dərmanı verib və nəticə etibarilə uşaq həyatını itirib. Bunun əvəzində isə təbii ki, həkimi də, əczaçını da hamısını məhkəməyə verib. Məhkəmə də bu cür qərar qəbul edib. Nə düşünürsünüz? Həkimlər artıq xəttini dəyişməlidirmi? Onsuz da biz o dərmanların nə olduğunu öyrənirik, internetdə araşdırırıq. Nəyə lazım qeyri-adi xəttlə resept yazmaq? Həkimlər yazı yazmağı öyrənməlidir. Ölkədə reseptlərin aydın, böyük hərflərlə yazılması həkimlər üçün məcburi edilib. Hindistanda həkimlərin oxunmaz reseptlər yazması ciddi problemə çevrilib və bu bəzən xəstələrin həyatına təhlükə yaradır. 2014-cü ildə Hindistanın Nalgonda şəhərindən olan əczaçı 3 yaşlı qızın yanlış dərman səbəbi ilə vəfat etməsindən sonra məhkəməyə müraciət edib. Bu hadisə nəticəsində 2016-cı ildə Hindistan Tibb Şurası həkimlər reseptləri oxunaqlı şəkildə yazmağı tövsiyə edən qərar qəbul edib. 2020-ci ildə isə Səhiyyə naziri bu qaydalara əməl etməyənlərə qarşı cəza tətbiqlərinin görüləcəyini açıqlayıb. Buna baxmayaraq xüsusilə kənd yerlərində hələ də oxunmaz reseptlər əczaçılara ciddi çətinlik yaradır. Təcrübəli əczaçılar bəzi hallarda yazını təxmin edə bilsələr də səhvlərinin qarşısını almaq üçün tez-tez həkimlərlə əlaqə saxlamaq məcburiyyətində qalır. Hindistanın Ali Məhkəməsi məsələ ilə bağlı qərarında reseptin oxunacaq vəziyyətdə olmasının xəstənin hüququ olduğunu və hətta həyat qurtara biləcəyini vurğulayıb. Məhkəmə həmçinin tibbi təhsilə xətt dərslərinin əlavə olunmasını və yaxın 2 il ərzində rəqəmsal resept sisteminə keçidi tövsiyə edib.